Əziz tədbir iştirakçıları, çox hörmətli şəhid anaları, şəhid ataları, şəhid ailələri, əziz tələbələr, hər birinizi salamlayırıq. Allahdan rəhmət diləyirik bütün şəhidlərimizə. Allah inşallah vətənimizin uğrunda canını fəda edən bütün şəhidlərimizin ruhunu şad eləsin. Artıq ənənəvi hal alıb ki, biz Mingəçevir Gənclər Evində hər ay şəhidlərimiz unudulmasın deyə məkanından, zamanından asılı olmayaraq bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirdirik. İstər 1-ci Qarabağ olsun, aprel döyüşləri olsun, itkin olan, məzarı olmayan şəhidlərimiz olsun, 44 günlük müharibə qəhrəmanları, antiterror fərqi yoxdur. Yəni bu vətən uğrunda canından keçən bütün igidlər, şəhidlərimiz bizim üçün əzizdir və onların xatirəsi yad olunur. Bugünkü tədbirimiz də Mingəçevirin dəyərli 2 qəhrəman igidinə həsr olunub. Bildiyiniz kimi artıq aprel döyüşlərindən 10 il keçir və 2016-cı ildə zəfərin başlanğıcı olan aprel döyüşləri 44 günlük müharibədə zəfərlə və antiterror əməliyyatlarında da artıq bütöv Azərbaycanın hər bir yerində üçrəkli bayrağımızın dalğalanması ilə yadda qaldı. Aprel ayının əvvəlində, aprel döyüşlərimizdə igidlərlə bağlı silsilə şəhərimizdə tədbirlər həyata keçirildi. Bizim də adətən tədbirimiz ayın axırına təsadüf elədiyinə görə biz də bu belə deyək, şəhidimizdən yan keçə bilməzdik. Digər 3 qəhrəmanımız barəsində keçən illərdə tədbirlərimiz olmuşdu. Adil Adilzadə, Teymur Qasımov və Rüstəm Əhmədov barəsində. Rahim Tağıyevlə bağlı isə bugün tədbirimiz olacaq və 44 günlük müharibə zamanı canından keçən Telman Allahverənov haqqında da həmçinin bugünkü tədbirimizdə yer vermişik. Əvvəlcə xahiş edirəm, ayağa qalxaq və şəhidlərimizi bir dəqiqəlik sükutla yad edirik. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Mən dayanmadım. Çıxış eləmək üçün sözü və qonaqlarımızı salamlamaq üçün Mingəçevir Gənclər Evinin rəsmisi Humay müəlliməyə vermək istəyirəm.
dəyərli qonaqlar, əziz şəhid anaları, ataları, gənclik. Artıq 6 ildən çoxdur ki, biz bir aradayıq. Məqsəd isə Azərbaycanın bütövlüyü uğrunda öz canlarından keçmiş gənclərimizi, öz vaxtsız bu dünyadan köçən şəhidlərimizi yad etməkdir. Əziz gənclərimiz, arzu edirəm ki, bizdən sonra bu şəhidlərimizi siz də unutmayın. Çünki onlar bizə böyük bir miras qoyublar. Azərbaycan, bütöv Azərbaycan miras qoyublar. Və biz çalışaq ki, bizə qoyulan Azərbaycan, doğma torpağımızın qədrini bilək, daima onu zirvələrə daşıyaq. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Çıxış üçün sözü Mingəçevir İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Polkovnik Leytenant Seymur müəllim Hidayətova vermək istəyirik. Salam, ərvaqlıq xeyir olsun, dəyərli şəhid ailələri, hörmətli tədbir iştirakçıları. Bəli, Zavit müəllim qeyd etdiyi kimi, bugün biz həm 2016-cı ilin aprel döyüşləri, aprel zəfəri, 44 günlük müharibə və böyük zəfərin başlanğıcı kimi yaddaşlarda qalacaq və eyni zamanda 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsi, 44 günlük müharibə və tarixi zəfər qələbəsinin əldə olunması ilə yekunlaşan müharibədə öz canını vətən uğrunda, torpaq uğrunda qurban vermiş, şəhidlik məqamına yüksəlmiş şəhidlərimiz Rahim Tağıyev və Telman Allahveranovu yad edəcəyik, xatırlayacaq və onların barəsində, belə deyək, xatirələri elə öz ailə üzvlərinin dilindən eşidəcəyik bir məzarın başında layihəsi ilə və qeyd edim ki, Zavit müəllim qeyd etdi, bəli, bu il, elə bu ay biz 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş şəhidlərimizin 10-cu il dönümünü qeyd etdik. Bu, həm şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə, həm də müxtəlif təhsil müəssisələrində, idarə təşkilatlarda qeyd olundu. Onların məzarları ziyarət olundu, ailələri ziyarət olundu və tədbirlər keçirildi, xatırlandı. Və bugün də bildiyiniz kimi Vətən müharibəsində qeyd etdiyim kimi torpaqlarımızın, belə deyək, ərazi bütövlüyümüzün tam təmin olunması uğrunda döyüşlərdə iştirak etmiş şəhidlərimizi bir daha xatırlayacaq, yad edəcəyik və onların ümumiyyətlə torpaqlarımızın azadlığı uğrunda, müstəqilliyimiz uğrunda canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyirik, ailələrinə səbir, dözüm diləyirik və qeyd edim ki, bugünkü ayın 30-u, bugünkü tarix eyni zamanda xüsusi təyinatlı qüvvələrin yaranması günüdür. Bilirsiniz ki, həm aprel döyüşlərində, həm də Vətən müharibəsində, ümumiyyətlə əvvəlki dövrdə də, ondan sonraki dövrdə də xüsusi təyinatlı qüvvələrin bu döyüşlərdə böyük rolu olub, əməyi olub. Yəni, o qüvvələr də öz mənsublarını, zabit, gizir, çavuş əsgərlərini bu döyüşlərdə şəhid veriblər və onların keçdiyi o şərəfli döyüş yolu bugün də demək olar ki, hərb tarixində, belə deyək, yer alır. Digər dövlətlər bu qüvvələrin, mənsubların qəhrəmanlığından bəhs edirlər. Allah onların işində onlara şəvanlığı versin. Onları bugün münasibəti ilə təbrik edirik. Bu şərəfli yolda onlara uğurlar arzu edirik. Mən xidmət etdiyim dövrdə bir çox həmin mənsubların zabit gizirləri ilə bir yerdə xidmət etmişik. Hal-hazırda da həmin qüvvələrin komandanı Ələkbər Cahangirovla 4 il hərb məktəbdə bir yerdə oxumuşuq. Təbrik edirəm öz adımdan da, sizin adınızdan da. Eyni zamanda sizlərə şəhid ailələri, şəhid ailə üzvləri, atalar, analar, yoldaşlar, bacı, qardaşlar, evlatlar, hər biriniz Allahdan can sağlığı, uzun ömür arzu edirəm. Diqqətiniz üçün sağ olun. Tədbirimizdə əsasən bilirsiniz ki, gənclər iştirak edir, gələcəyin müəllimləri iştirak edir və bunun üçün də əziyyət çəkən bizim Mingəçevir Dövlət Universitetinin baş müəllimi, pedaqoq, psixoloq İlhami müəllimədir. Mən çıxış eləmək üçün sözü ona vermək istəyirəm. Təşəkkür edirəm. Dəyərli şəhid ailələri başda olmaqla, dəyərli tədbir iştirakçılarını salamlayıram. Mən tədbirdən qabaq bir elan verdim, yazdım ki,
sizin hamınızı tədbirə dəvət edirik. Altına da qeyd elədim ki, biz dəvət eləməklə deyil, yəni ləyaqlı, ləyaqətli adamlar gələcək ora. Yəni istəsə də bəzi adamlar gəlib çıxa bilməyəcək bura. Çünki bu məclisin özü elə bir ruhani məclisdir ki, bura hər adam gəlib çıxa bilmir. Mən şəhid ailələrinə minnətdarlığımı bildirirəm. Bir də ona görə ki, yəni özlərinin şəxsində bizə dəyərli ailələri tanıtdılar. Yəni şəhid gözəl ailələrdən, dəyərli ailələrdən çıxır. Mən bir neçə gün bundan qabaq Cavid müəllim ziyarətlər təşkil edir. Hər ziyarətə gedəndə mütləq o bölgənin şəhidlər xiyabanına gedirik. Mütləq orada bir şəhid ailəsini ziyarət edirik. Bu səfər getdiyimiz ailə Şəkidə Cavidanın ailəsi oldu. Təsəvvür edin ki, hələ mən onun təsirindən çıxa bilmirəm. Ana uşağının maketini hazırladıb, ana maketlə danışır, ana maketlə hərəkət eləyir, bütün günü o uşaqla danışır, deyir mən bu uşağı gəzdirirəm həyətdə, bacada. Uşaqla elə şirin-şirin söhbət eləyir, inanın ki, yəni onun təsirindən çıxmaq mümkün deyil. Mən deyirəm, biz bunu kinoda görsəydik, bəlkə də saatlarla bunun təsiri bizdən çıxmazdı. İndi həftələr bəlkə də keçəcək, o təsir məndən keçməyəcək. Mən burada Telmanın ailəsini görürəm, dəyərli Telmanın ailəsini. Telmanın anası bizim gəlinlə eyni ellidir, eyni eldən obadandır. O gəlini özünə qız kimi qəbul edir. Ona görə biz adətən tez-tez o ailədə oluruq. Necə zəhmətkeş, necə deyim, ləyaqətli, dəyərli ailə olduğunu görürük. Yəni, hər şəhid ailəsinin qapısını açanda biz onu müşahidə edirik ki, bu şəhid ailəsi yəni, elə belə yetişməyib, formalaşmayıb. Bunu yetişdirən, formalaşdıran birinci növbədə ailədir. Burada Rəhim, dəyərli şəhidimiz Rəhimin ailəsi iştirak edir, Rahim Rəhimovun ailəsi iştirak edir. Biz müəllim qeyd elədiyi kimi biz də universitet olaraq iştirak elədik. Bölgədə elə oldu ki, biz elə Rəhimin ailəsinə düşdük, Rahimin ailəsinə düşdük. Rahim Rəhimov da bizə doğmadır, iştirak elədik. Bizdən sonra bizim tələbələr, könüllülər Cavid müəllimlə gedib iştirak ediblər. Xanım orada nətər çıxış eləyibsə, tələbə dedi ki, müəllimə, biz hələ o xanımın o çıxışının təsirindən çıxa bilmirik. O qədər gözəl. Mən dəfələrlə tələbələrimə deyirəm ki, yəni bizim pedaqoq olaraq əsas vəzifəmiz nədir? Cəmiyyət üçün yararlı şəxsiyyətlər formalaşdıraq. Bugün məktəb, valideyn problemi bilirsiniz ki, gündəmdədir. Yəni, yaxşı valideyn də yetişdirə bilmirik, bu da məktəbdə yetişir. Yaxşı şagird də yetişdirə bilmirik. Səbəblər çoxdur. Səbəblərdən biri də tərbiyədə düzgün üsul vasitələrini seçməməyimizdir. Biz adətən kino qəhrəmanlarını, nə bilim, əsər qəhrəmanlarını nümunə gətirirdik, amma bugün bizim real qəhrəmanlarımız var. O real qəhrəmanları yetişdirən mühit var, ailə var. Mən dəfələrlə deyirəm ki, mütləq o ailələrdə iştirak eləyin, gedin o tədbirlərdə iştirak eləyin, onların söhbətlərinə qulaq asın, onlar haqqında gedən söhbətlərə qulaq asın. Mütləqdir ki, onlar sizin ruhiyyənizə təsir eləyəcək. Çünki şəhid Allah tərəfindən seçilir. Allah hər adamı seçməz. Allah birinci növbədə özdə onlar indi seçilmir ki, onlar doğulanda artıq onlara şəhidliyin, yəni bilinir ki, yazılır olar ki, bu uşaq şəhid olacaq. Onun yolu, həyat yolu, keçdiyi yol. Bütün şəhidlərin həyatına baxırsan, onlar haqqında söhbət edirsən, elə bil bir adam haqqında danışılır. Ailəyə bağlı, evlada bağlı, anaya bağlı, vətənə bağlı, yəni qohum-qonşuya bağlı, hər tərəfli. Yəni, onlarda bir dənə tapa bilmirsən ki, bir ev. Ola bilsin ki, hansısa biraz dəl dolu olsun, coşqun olsun, zarafatçıl olsun. Amma ümumilikdə birləşdirəndə ümumi xarakteri cəhət görür ki, bütün insani keyfiyyətləri özündə əks etdirən bir insan obrazı. Yəni, sağ olun, var olun ki, belə oğullar yetişdirmişsiniz. Sağ olun ki, yəni, illər boyu alnımızda gəzdirdiyimiz o ləkəni siliblər birinci növbədə. Bizə vətəni yenidən bəxş eləyiblər, bütöv bir vətən olaraq. Yəni, bugün biz qürurluyuqsa, bugün buradayıqsa, bu günlərin tədbirlərimizi həyata keçirə biliriksə, ürəkli evimizdə oturur biliriksə, biz ilk növbədə yəni, qanları ilə, canları ilə vətən yolunda vuruşan, canını fəda edən şəhidlərə, qazilərə borçluyuq. Sağ olun, bir daha hər birinizə təşəkkür edib, qarşınızda baş əyirəm. İndi isə sənətli filmimizi izləyək, digər çıxışlara inşallah filmdən sonra yer verərik.
Bugünkü çəkilişimizi biz 2016-cı il aprel şəhidi Rahim Tağıyev və 44 günlük müharibə zamanı şəhid olan Telman Allahverəmovun xatirəsinə həsr eləmişik. Qapıda Nihat'a döndü, üzünü çevirib dedi ki, Nihat, mən gedirəm, ev, ana, bacı sənə əmanətdir. Ola bilər ki, mən gəlmədim. Onun son görüşü oldu. Biz hakkıyla niye şahit olduk? Buna ne bağladılar? O tarihsine koyduk. Ama dedim onu dilerdiler. Ben onu yetiştiren. Onu yetiştiren bir senete. Onun uzanma vardı. Onu sana onu yetiştirdi. Bugün yeni de var. Bugün önünde de diye bahsedip, kireçlerini diyelim, gelirler. Həqiqətən bu kadrlardan sonra çox çətindir danışmaq. Pünhan müəllimə çox təşəkkür edirik həqiqətən. Yəni mən özüm də burada baxıram, ilk dəfə sizlə bərabər izləyirəm. Allah razı olsun müəllim, çox əziyyət çəkmisən həqiqətən. Düzdür, mən kadrları kəsirəm, müəllimə müəyyən hissələrini deyirəm ki, bunlar. Çünki özüm oturub o videoları izləyirəm. Bəzən şəhidin bacısının toyundan, bəzən öz toyundan kadrları, şəhid olan hissələri özüm axtarıram, araşdırıram, amma ən çox əziyyət hissə düşür. Çox təşəkkür edirəm Pünhan müəllim. Mən sözü 32 ildir, 33 ildir bu dərdi çəkən və bu yaxınlarda da balası itkin kimi gələn bir anamız var burada, Şəfaqət ana. Ona da söz vermək istəyirəm, bir neçə kəlmə o qeyd eləsin. Hamınızı salamlayıram, şəhid analar, itkin analar. Mənim də dərdim itkin dərdi idi. 33 ildən sonra oğlum tapıldı. Fevralın 19-una gətirdi, dəfn olundu. Mən nə arzulayarım? Arzulayarım bütün itkin ailələrin gözü yoldan yığılsın. Sağda sağ gəlsinlər. Nəsə gəlsinlər. Ananın, atanın gözü yoldan yığılsın. Mənim yoldaşım bala deyə rəhmətə getdi. Neçə illər üzünü qırpmadı, toya getmədi, heç ara getmədi. Uşaqlarım su da içəndə ağlayırdılar, boğazında qalır ki, mənim qardaşım itkindir. Nə deyim valla? Allah hamının yolunu açsın, itkinlərin yolunu açsın. Allah şəhidlərimizə də rəhmət eləsin. Bunu təşkil elədiyiniz üçün sizə çox minnətdarım. Bütün şəhidlər anası adından, bacıları, qardaşlarından sizə çox minnətdarım. Sağ olun, var olun. Bugün daha bir şəhid anası qonaq gəlib. Biz bilirsiniz ki, hissə çəkirik şəhidlərimizdə 94-cü ildəyik, 1-ci Qarabağda. 96-cı ilin şəhidimiz var İsmail, onun anası da bura gəlib. Bir neçə kəlməni də anaya vermək istəyirəm. Hələ çəkilişimiz olmayıb. İnşallah qismət olar, İsmailin də çəkilişini eləyərik. Gəlin. Bunu təşkil edədiyiniz üçün çox sağ olun. Bütün şəhidlər anasının baş dəyri. Hamısına rəhmət deyirəm.
Mənim oğlum orta məktəbi qurtarında yaxşı. Bilimlə qurtardı. 3 məktəb qurtardı. Hara deyəndə deyirdim ki, hara gedirsən? Deyirdi, oxumadım. Deyirdim, hara gedirsən, hardan gəlirsən? Deyirdi, oxuyuram. Buxalteriyanı da qurtardı. Mağazinçiliyi də orta məktəbi. Mağazincidə imtahan verəndə 5 alıb, oğlan deyirdi ki, belə biliyim var, niyə instituta getmişsən? Deyir, hələ məktəbi qurtarmamışım, orta məktəbi. Elə oldu ki, məktəbi qurtardı. Səbirli olun inşallah. Allah can sağlığı versin sizə. Əlavə çəkilişimiz olacaq onunla bağlı. Bu il 30 illik gəlir şəhidimizin inşallah. Allah sizə can sağlığı versin. Məsim dayı apardılar, getdilər. Məsim dayında qovuşaq. Bu qədər arzuları var idi, arzuları getdi. Allah səbrinizi versin. Allah qurban sizə. Görüşərik. Çətindir. Əliyar mənim buradadır. Əliyar mənim deyirdi ki, mən narahatam, bu kadrlardan sonra da özüm çağırmadım. İndi amma çağırmaq istəyirəm ki, bir neçə kəlmə gəlib söz deyəsiniz. Bir nömrəli məktəbin direktoru, şəhidimiz də Telman Allahverənov o məktəbin məzunudur. Özüm dedim bir qədər fasilə, özüm çətin burada danışıram kadrlardan sonra. Dedim bir müddət keçsin, müəllimə sonra söz verim. Çox hörmətli, çox əziz, çox dəyərli şəhid anaları, şəhid ataları, şəhid ailələri. Əziz tədbir iştirakçıları, hər birinizi salamlayıram. Xüsusən də şəhid ailələrinə, şəhid valideynlərinə öz xüsusi təşəkkürümü bildirirəm. Nə qədər ki, sizlər varsınız, hər bir Azərbaycanlı sizin qarşınızda baş əyir, sizə borcludur. Çünki bugün ayaq üstə duran hər bir Azərbaycanlı qürur duyur, Azərbaycanlı olmağı ilə bağlı. Qürur duyur ona görə ki, bütöv Azərbaycanda yaşayırlar. Bu bütöv Azərbaycanlılara bəxş edən sizi kimi dəyərli ataların, anaların yetişdirdiyi əlçatmaz zirvədə duran evladlarınızdır. Bir daha hər birinizə təşəkkür edirəm, qarşınızda baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfaət edirəm. Çox sağ olun. Şəhidimizin 3 balasını çox ləyaqətlə böyüdən dəyərli Vüsali bacımıza bir neçə kəlmə söz verək. Bilirəm çətindir, amma bugün hamı Rahimin, Telmanın işığına yığışır. Çox hörmətli, dəyərli insanlar, şəhərimizin sakinləri, dəyərli şəhid anaları, şəhid ataları, şəhid ailələri. Mən bilirəm ki, hər bir ocaqda şəhid adını daşıyan bir insan var. Çünki bu bizim qan yaddaşımızdır. Ta 90-cı illərdən bura hər evdə bir şəhid xəbəri var. Bugün bizim toplaşdığımız bu tədbir yenə də 4 gündən 44 günə bir işarə kimi bir tədbirdir. Çünki Rahimin hətta burada bir 90-cı il şəhidinin də şəkli var. Mən baxdım, sanki bütövlənmiş bir Azərbaycanın bir əsəri var orada. Bəli, bugün biz bura onlar üçün toplaşmışıq. Bugün biz burada onlar üçün, onları yaşatmaq üçün varıq. Çünki onlar bir saniyə düşünmədən bizləri bu günlərin, bu gözəl cənnət kimi yaşadığımız həyatı yaşamaq üçün öz canlarını sipər veriblər. Öz canlarından keçiblər. Başda sizlərə təşəkkür edirəm, İlham müəllim, Cavid müəllim. Artıq 10 ildir, bəlkə də ən yaxın adamlar belə Rahimin doğum günüdür, amma siz unutmadınız. Hər dəfə Rahimin doğum günü qapınıza ilk gələn qonaqlardan biri olmuşsunuz. Allah sizlərdən razı olsun, var olun. İcra nümayəndəliyinə yenə təşəkkür edirəm. Bu il 10 illik üçün çox gözəl bir tədbir hazırladılar, ziyarət etdilər şəhidlərimizi. Bizə dəstək olurlar. Bugün bizə dəstək olan hər bir insanlara təşəkkür edirik. Bəli, biz döyüş görüb, döyüşlə böyüyən uşaqlar olmuşuq. Bu günlərim mən özüm döyüşün ağır yüklərini çiynimdə gəzdirən bir xanım kimi çıxmışam qarşınızda. Üzr istəyirəm böyüklərdən. Çox çətindir, çox acıdır yaşadığımız həyat. Bir ananı gördüm, o yaşında hələ də ağlayır. Yəni bu unudulan bir dərd deyil.
neçə illər keçsin, bu unudulan bir dərd deyil əslində, daha da dərinlərə gedir. Hər birinizə səbir dözüm arzulayıram, hər birinizə güc qüvvət arzulayıram. Bu getdiyimiz yol fəxrli yoldur, ağrılı da olsa fəxrli yoldur. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin, dözüm versin. Bir də müharibə olmasın, bir də uşaqlar ağlamasın, bir də analar, atalar göz yaşı çəkməsin. Bu acını Allah heç bir kəsə qismət eləməsin. Sadəcə bunu arzu edirəm. Çox sağ olun, Allah hər birinizdən razı olsun. Şəhidimiz Telman Allahverənin anasına söz verib bir neçə kəlmədir. Onda atası gəlsin. Faziləm, gəlin bir neçə kəlmə. Yaxşı. Son söz olaraq elə layihədə bayaq da qeyd elədim, ən çox əziyyət olan mənim əziz dəyərli qardaşım Pünhan müəllimə verim. Bir neçə kəlmə inşallah. Allah hər birinizdən razı olsun, dəvətimizi qəbul edib gəlmisiniz. Mən özümə borc bilirəm, Cahit mənim də özünə borc bilir, şəhid ailələrin yanında olmaq. O gün şəhid bir xanımla səs atırdım mən WhatsAppda. Ona da bildirdim. Yəni, getdi 24 saat inşallah qulluğunuzdayıq, fərqi yoxdur. Nə vaxt olsa biz özümüzə borc bilirik və bu şəhid ailələrinin dövlət qayğısındadır, hər bir şey eləyir. Sevinc Hamidən söz var, sizdən ancaq diqqət yanınızda olmanızı da istəyirik. Biz də əlimizdən gəldiyi qədər inşallah yanınızdayıq. Var olasınız, çox sağ olun. Bununla da bu ayki tədbirimiz yekunlaşır. Allah inşallah ömür vəfa eləyərsə, gələn ay növbəti şəhidlərimizin tədbirində iştirak eləyərik. Çölə çıxaq inşallah.